Ümumiyyətlə bu hadisələrə dövlət tərəfindən, bu hadisələr dövlətin əlindədir. Yəni dövlət tərəfindən həll olunmalıdır. Çünki dövlət düzgün qiymət verməsə, bunun nə ilə qurtaracağını heç kim deyə bilməz. Bu indi yox, bu əvvəllər, yəni bu problemlər ki var, bu bir günün işi deyil, yəni bir hadisə ilə əlaqədar deyil. Mən dediyim kimi, yəni hamımıza məlum olan bu problemlər illərlə üst-üstə toplaşıb, yığışmışdır. Onun nəticəsi kimi baxıram mən buna. Və dövlət buna düzgün ədalətli qiymət verir. Salam hörmətli tamaşaçılar. Efirdə Azərbaycanda qanun və dövlətlə vətəndaş arasında olan münasibətlərə həsr edilmiş heç kim və heç nə unudulmayacaq verilişinin xüsusi buraxılışıdır. Vahid Naxış sizinlədir. Yadınızdadırmı? 1993-cü ilin iyun ayında Heydər Əliyev elə bu aeroportda millətin onu xilaskar kimi qəbul edən hissəsi qarşılayırdı. O zaman bu hissənin hərbi hissəsi rolunu başda Rövşən Cavadov olmaqla AMON oynayırdı. Hətta Heydər Əliyev problemsiz qarşılanandan sonra AMON bir müddət onun mühafizəsini təşkil edirdi. Bu isə öz növbəsində bu iki şəxs arasında olan yaxşı münasibətlərin sübutu idi. Məhz ANS-in arxivində yazılan bu tarixdə aeroportda Heydər Əliyevi qarşılayıb, onun mühafizəçilərinin arasında sonralar yazılanlara görə Qazaxda dövlətə qarşı silahlı qalxan Elçin Əmiraslanovu, AMON-un bazasında həbs edilən Əvəzi, Rafiqi və başqalarını görmək olar. Bəs axı necə oldu ki, həyatını Heydər Əliyevə qurban verməyə hazır olan bu insanlar öz mövqeylərindən döndülər? Xatırlatmaq lazımdır ki, o günlər Naxçıvana Heydər Əliyevi Bakıya gətirmək məqsədi ilə Rəsul Quliyev getmişdir. Və bizim məlumatımıza görə bina aeroportunda Heydər Əliyevi yol boyu mühafizə edən Naxçıvan AMON-undan estafeti Rövşən Cavadova qəbul etməyi belə Rəsul Quliyev xahiş etmişdir. Demək, Rövşən Cavadovla Rəsul Quliyevin arasında olan münasibətlər də o vaxt pis deyildi. Hətta bu üç şəxsin o zaman ətəklərində olan daşlar müxtəlif ölçüdə olmasına baxmayaraq bir istiqamətdə tuşlanmışdılar. Bəs hansı andan Rövşən Cavadov dostlar düşərgəsindən düşmən düşərgəsinə keçdi? Bəlkə Heydər Əliyev və Rəsul Quliyev bu prezident sarayının pilləkəni ilə yuxarı qalxanda Rövşəni aşağıda saxlayan andan. Saat 15-dən göndərildi. Ha? Ancaq mən o vaxta qədər Rövşən Cavadovu tanımırdım. Yəni eşitmişdim. Şəxsən onunla heç vaxt görüşməmişdim. Mən o vaxt Naxçıvandan gələndə məni çox adam qarşılayırdı. Ancaq eyni zamanda Rövşən Cavadov da həqiqətən aeroportdaydı. Öz silahlı dəstələri ilə. Adamlar çox idi, silahlı adamlar da çox idi. Kim olduğunu bilmirdim. Amma onu mən gördüm, bildim. O bəzi orada o qüvvələrə rəhbərlik eləyirdi. Sonra da mən burada bu günlər ki, bu Ali Sovetin sədri vəzifəsinə seçilənə qədər mən burada olduğum müddət o mənim yanıma gəlib getmişdir. Ona görə də məndə onun haqqında belə müsbət təəssürat yaranmışdır. Və bir müddətdə bu o vaxt Daxili İşlər Naziri yox idi. Və prezident də bilirsiniz ki, 2 gündən sonra Bakını tərk etdiyinə görə, yəni Əbülfəzil Çivəy, bu Daxili İşlər Naziri vəzifəsini ifa edirdi. Ona görə də əlaqə də saxlayırdım. Sonra isə Daxili İşlər Naziri təyin oldu, Vaqif Novruzov. O da mavin kimi işləyirdi və mən onu bir normal adam kimi qəbul edirdim. Daxili İşlər Nazirinin o vaxt Vaqif Novruzov qoyulanda, o Daxili İşlər Nazirinin qoyulmasının əsas tələbini Sürət Hüseynov irəli sürmüşdür. Və bu Sürət Hüseynov, bu Rövşən Cavadovun tamamilə əleyhinə idi. Tamamilə əleyhinə idi ki, məsələn, bu Daxili İşlər Naziri olsun.
Amma mən məsələn sizə çatdırım ki, Rövşən Cavadovun potensiyası nazir olmaq potensialı deyildi. Bunu biz hamımız görürdük. Ümumiyyətlə Azərbaycan AMON-un nə olduğu haqqında nəinki bizim respublikamızda, hətta Ermənistanda da hamı bilir. Elə bu gün də AMON-un ölkəmizin hərbi sferasındakı nailiyyətlər haqqında mənfi fikirdə olan tapılmaz. Lakin müharibə şəraitində millətimizin avanqardı sayılan AMON-un son zamanlar, yəni müharibə dondurulandan sonra problemləri haqqında heç kim maraqlanmırdı. Bu da millətimizin, yəni Azərilərin görkəmli xüsusiyyətlərindən biridir. Ümumiyyətlə atəşkəs elə müharibənin özü də əskərlərə bir müddət ziyandan başqa heç bir şey gətirmir. AMON nəfərləri Qarabağ bölgəsində atəşkəs əldə ediləndən sonra Bakıda işsiz qalmasından yaxşı bir şey gözləmək olmazdı, elə bu aydın idi. Cəbhədən qayıdan və düşmən qırmaqdan başqa heç bir şey bacarmayan AMONçular sülh şəraitində də düşmən axtarışına başladılar. Artıq 5 il ərzində yaranan və möhkəmlənən düşmənlər var və onları qırmaq lazımdır kompleksini dostlar, daha doğrusu həmvətənlər arasında bir günə məhv etmək mümkün deyildi. Elə bu nöqteyi nəzərdən düşmənlər axtarışı başlandı. Sözsüz ki, AMONçular düşmənləri onlar cəbhədə olarkən Bakıda varlananlarda görürdülər. Elə bu zaman AMONçuların yeni ədalət konsepsiyası yaranırdı. Bu konsepsiyaya görə sülh şəraitində yaşayan, dərd bilməyən adamlar varlanıb, kef çəkəndə, özlərinə xarici maşınlar alanda, onlar cəbhədə düşmənlə vuruşub, yaralar alıb, dostlarını itirirdilər. Yəni düşmənlə vuruşaraq, arxadakılar üçün varlanmağa şərait yaradırdılar. Hərbiçilərin ədalət kodeksinə görə isə bu varlılardan onların qazancının bir hissəsini götürmək tamamilə ədalətli və düzgün hərəkət hesab olunurdu. Qeyd etmək lazımdır ki, bütün bu proseslər hökumətin bu əskərlərə minimum əmək haqqı kəsdiyi və demək olar ki, işsiz qoyması ilə müşahidə olunurdu. Tarixən də bildiyiniz kimi bu qoşun hissələrlə məhvimiz düzgün istifadə edilmədikdə bunların məhvinə səbəb gəlir və bunları düzgün başa düşməməkdən, yəni bunların başarığını görəndə, yəni sevinməkdən qorxu hissi yaranır nəsə adamlarda. Daha dəqiq desək, necə də paradoksal olmasa, elə çıxır ki, hökumət bu işlərə, yəni öz strukturları tərəfindən reket bac yığılma kimi halların yaranıb, inkişaf etməsi üçün şərait yaradırdı. Təyinatlı polis dəstəsinin bu cinayətə getməsi heç də onların o təyinatı üzrə güya bizim istifadə etməməmizdən asılı olmayaraq bu baş verirdi. Lakin əskərlər üçün sülhlə bol olan yeni şəraitdə onların azlıq, müharibə görməyənlərin çoxluq təşkil etdiyi bir halda ədalət yaratmaq mümkün deyildi. Bu vaxt birləşmək və nə olur olsun bir yerdə olmaq kompleksi yaranır. Doğrudan da əskərlərin ədalət haqqındakı mülahizələrini müharibə görməyənlər qəbul etmirdi və edə də bilməzdi. Bu isə öz növbəsində cəmiyyətlə əskərlərin arasında yaranan Vyetnam sindromu adlanan münaqişələrə səbəb olurdu. Mən Ramil Usubovu və Rövşən Cavadovu bircə qəbul etdim. Çünki ondan qabaq onların arasında müəyyən ziddiyyətlər əmələ gəlmişdi. Mən ikisinə dedim ki, Ramil Usubov nazirdir, Rövşən Cavadov da nazirin müavinidir. Və ikinizə də mən etibar edirəm. Gedin, nazirliyə rəhbərlik edin və APO'nun bu vəziyyətini təhlil edin. Orada olan cinayətkar ünsürlər, yaramaz adamları kənarlaşdırın və APO'nu sağlamlaşdırın. Belə bir göstəriş mən Ramil Usubova vermişdim, Rövşən Cavadovla birlikdə. Bu bina 1994-cü ilin oktyabrına qədər əsasən cinayətkarlar, bu tarixdən sonra isə bütün xalq arasında tanınmış bir ədalətin qələbə havası ifa olunan yer kimi abidələşdi. Lakin bu ədalətin qələbəsini və buradan başlanan qələbənin ədaləti barədə müxtəlif fikirlər əmələ gəldi. Bəşəriyyət tarixində çox dövlət çevrilişlər var. Birin tap gerək ki, prokuraturada eləyiblər. Prokuratura çevriliş üçün heç bir zamanlar əlverişli orqan deyil. İkinci, 1000 nəfər adamdan oraya 20-30'u gedibdir. Bu qalmış hamısı orada idi. Bəs onlar ne üçün baskın təşkillənməyiblər? Ne üçün bir yerə hücum eləməyiblər? Dövlət çevrilişi elə olar. Gəlin tələsməyək və hər şeyi diqqətlə bir də nəzərdən keçirək. Son vaxtlar, yəni 1994-cü ilin ortalarına yaxın Rövşən Cavadov açıq şəkildə siyasətlə məşğul olmağa başladı. Əvvəllər bu Xudu Məmmədov adlı xeyriyyə cəmiyyəti idi və bu cəmiyyət doğrudan da xeyriyyəçiliklə məşğul idi. Lakin Azərbaycanda xeyriyyəçilik siyasətçiliyin balaca forması olduğundan sonu iri siyasətlə nəticələnirdi.
1994-cü ilin ortasında Azərbaycan Gənclər Birliyi yaranır, başda Rövşən Cavadov olmaqla. Azərbaycan rəhbərliyi bu addımı ultimatum kimi qəbul etdi və elə bu andan Rövşən Cavadov şəxsiyyəti xüsusi diqqət mərkəzinə çevrildi. Dövlət tərəfindən bu proses xüsusi xidmət idarələrinə tapşırıldı. Lakin bu tapşırığın tamamilə məxfi olmağına baxmayaraq, bu prosesə Rövşən Cavadov hətta mətbuat konfransı həsr etmişdir. Yəni, Dövlət Təhlükəsizlik Komitəsi, Daxilişlər Nazirinin 7-ci idarəsi, Müdafiə Nazirinin Kəşfiyyat İdarəsi, yəni Əks Kəşfiyyat İdarəsi, bilmirəm. Tüm günü biz onların nəzarət altında olmuşuq, həmişə də bizi güdürlər. Nə məqsəddən özü də bilmirik. Hamı bilir ki, heç kim olmayanda mən tək Qarabağda vuruşmuşum. Tək. Onu da hamının yanında deyə bilərəm. O Qarabağlar da bilir, nə bilim, o sərhəd kətləri də bilir. Və mən heç kimə icazə verəmərəm, ya buna imkan verəmərəm ki, məni ləkələsin, məni vətən xaini damğası qoysun. Burada oturan uşaqların hamısı 100 dəfə ölüm görür. Çoxu yaralıdır. Bunlar ona görə riskə gediblər ki, indi bunların üstünə vətən xaini damğası qoysunlar. Bunun Allah götürən nə mən? Xüsusi xidmət idarələrinin Rövşən Cavadov barəsində dosya toplamasının qeyri-professional təşkili sayəsində tragik və provokasiya faciəli hadisələr baş verməyə başladı. Artıq 1994-cü ilin oktyabrı Azərbaycanın qapısını döyürdü, avtomat qundağı ilə. Bu kiçik oktyabr olmasa da böyük oktyabrlıq iddiasını da doğrultmadı. Ölkə prezidenti və baş nazir arasındakı bazar anlaşılmazlığı özünün haqq-hesab mərhələsinə yaxınlaşırdı. İndi baş nazir kifayət qədər açıq-saçıqlıqla bazar iqtisadiyyatına keçidin və özəlləşdirmənin vaxtsız elan edilməsini bəyanlayırdı. Mütləq əskərlərin qayıdışını gözləməyi tələb edir, prezidentin iqtisadi kursuna dolayısı ilə narazı yanaşma tərzinin zərfinə çevrilmişdi. Bu zərf prezident administrasiyasının iqtisadi islahatlar paketindən fərqli olaraq kasıb kütlələr arasında daha geniş əks-səda tapırdı. Sürət Hüseynovun Rusiya mətbuatında yayılan fikirlərində Rusiyaya rəğbətinin hiss olunması isə onun bu ölkədə sosial-siyasi dayaqlar axtarışı üçün əhəmiyyətli idi. Prezidentin o zamanlar üçün ifrat sərt intonasiya ilə baş naziri tənqid etməsi yaxın günlərin siyasi mücadiləsindən xəbər verirdi. Oktyabr qapını döyür. Nakam deputatlar telli intizarı ilə qapı tuk-tukuna qulaq kəsilir. Laqeyd cəmaət isə növbəti ovucun yumulmasını yumruq kimi yox, kim deyər ovucumda nə var sualı tək qavrayır və bu hədiyyənin şirininə tamsınırdı. Azərbaycanın Baş Prokurorluğunun və Gəncədə İcra Hakimiyyəti başçısının girov götürülməsi əməliyyatı ilə başlanan oktyabr hadisələrinin tərkibində xüsusi təyinatlı polis dəstəsi yiyəlik halda hallanırdı. Lakin başqa qüvvələr tərəfindən Azərbaycan dövlətçiliyinə real təhlükə yaranandan sonra Rövşən Cavadov prezidentin tərəfinə keçdi və gözlənilmədən hər şey dəyişdi. Prezident keçirilən mitinqdə Rövşən Cavadovun çevrilişdə iştirak etmədiyini, dövlətçiliyin keşiyində durduğunu bəyan etdi. Bizim gənclərimiz də anladılar, başa düşdülər və Rövşən Cavadov özü mənim çalışıb, vuruşub, bundan sonra çalışacaq, Azərbaycanın dövlətçiliyi uğrunda öz saylarını göstərəcək və o bugün bizləndir, Azərbaycanın prezidenti iləndir. Baş nazir Sürət Hüseynovun strateji əhəmiyyətli məsələlərdə ümid etdiyi qüvvə olan Rövşən Cavadov isə onun kimi Rusiyaya yox, Türkiyəyə meyil göstərirdi. Bunu onun Türkiyə hərbi sənayesi və daxili işlər strukturlarına açıq rəğbəti və ümumiyyətlə bu ictimai-iqtisadi formasiyaya idillik münasibəti sübut edirdi. Və ona görə də çevrilişə gedən cığırın sonuncu yol ayrıcında onların yolları ayrıldı. Onda prezident Heydər Əliyev də, onun oponentləri də qansız ötüşə bildilər. Sürət Hüseynovun çevrilişdə iştirakını sübut etdiyinə inanan iqtidar öz məntiqi ilə bu çevriliş peşəkarından xilas oldu. Məharətlə oynanılan bu partiyada Parker mələyinin ürəyi ilə şeytan qəlbinin qovuşuğunda hər şeyin bitdiyi gümanına düşən milli parlament dərindən köks və baş naziri istefaya ötürərək növbəti şeytana lənət oxudu. Xülasə, prezident baş nazir qambiti oynamaqla vəziyyəti xilas etdi. Amma zabit və top təhlükəsi qalırdı. Hər milli məclisdə ən ön sırada quzu çəkisini qorumaq missiyasının qurd təzahürü tək əyləşən və oktyabr baş prokurorluğunun xatirəsini abidələşdirən Əli Ömərov Rövşən Cavadovun dondurulmuş günahı idi və istənilən qızğın hərarətdən yenidən açıla bilərdi. Ölkədə siyasi vəziyyət isə qızışır, oktyabr soyuğunda sıxılanları mülayim mart iqlimində genişlənmə gözləyirdi. Və bunun əsas səbəbləri oktyabrın soyuq havasında bir neçə sualın donması ilə əlaqədar idi.
yəni Rövşən Cavadovla Mahir Cavadovun bu hadisələrdə günahı var idimi? Var idisə onlar nə üçün cəzalarını almamışlar? Şundadır ki, o xalqın mitinqə yığışmasından, xalqın Heydər Əliyevin ətrafında birləşməsindən bu Rövşən Cavadov üçün çox təşvişə düşdülər və Rövşən Cavadov gəlib deməli orada etiraf elədi ki, biz düzüş görməmişik və biz prezidenti dəstəkləyirik. Həm prezidentlə görüşündə, həm mənimlə görüşdə biz bunun qarşısında vəzifə qoyduq ki, bu AMON-un silahları, ağır silahları təhvil verilməlidir və AMON-da olan cinayətkar şəxslərin hamısı AMON-dan izolirovat olmalıdır, izolirovat eləmək lazımdır. Və AMON-da ancaq ləyaqətli Azərbaycan xalqına, Azərbaycan dövlətinə qulluq edənlər qalmalıdır. Və həmişə Ramil Usubov, mən özüm bir-iki də telefonla Rövşən Cavadovla danışıram, həm də Rövşən Cavadov bizi əmin edirdi ki, bu proses gedir. Bu proses gedir. Yəni biz gözləyirdik ki, daha doğrusu ümid edirdik ki, bu artıq bunlar hər şeyi başa düşüblər və bunlar qansız, qadasız bu işi həyata keçirəcəklər, axıra qədər aparacaqlar. Lakin gəlin qayıdaq Rövşən Cavadovun siyasi və geopolitik orientasiyasına. Bura Azərbaycandakı Türkiyə elçiliyidir. Mart hadisələri ilə əlaqədar bu binanın sakinləri haqqında müxtəlif səviyyələrdə çox söhbətlər aparıldı. Amma niyəsə elə o günlərdən bu səfirliyin qapıları jurnalistlər üçün qıfıllandı. Zaman dəyişir və onunla birlikdə insanların da, rəhbərlərin də, hətta dövlətlərin də mövqeyi dəyişə bilər. Oktyabr hadisələrindən sonra tək-tək adamlar, Mart hadisələrindən sonra isə artıq kütləvi surətdə Azərbaycanda bu hadisələrdə Türkiyənin əli var ifadəsini tez-tez eşitmək olardı. O ki qaldı Azərbaycanın yüksək dövlət xadimlərinə ölkədə sabitliyin pozulmasında xarici kəşfiyyatların iştirakını imtina etmirlər. Amma bununla əlaqədar Türkiyəni günahlandırmırlar. Ayın 17-sində bu dövlət çevrilişinə cəhd oldu və bunun qarşısı alandan sonra dərhal, siz bilirsiniz, mətbuatda bu var. Türkiyənin baş naziri, Türkiyənin prezidenti, Türkiyənin Böyük Millət Məclisinin sədrləri də telegram veriblər və bizi dəstəkləyiblər, yəni bizi bu arada müdafiə ediblər. Ona görə də burada Türkiyənin dövləti ilə, hökuməti ilə bizim dostluq, qardaşlıq əlaqələrimiz var və bu əlaqələri də mən çox qiymətləndirirəm. Xarici kəşfiyyat emissarlarının bu hadisələrdə iştirakı haqqında çoxları söhbət edir. Yəni, konkret olaraq hansı ölkənin emissarları bu hadisələrdə birbaşa rol olub və onlar ümumiyyətlə bu hadisələrin gedişindən və yaxud olan nəticəsindən nələr gözləyə bilərdilər və nə gözləyirdilər? Sual sözsüz sensasiyalı sualdır. Amma mən bu Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcəyi naminə bu suala cavab verməyəcəyəm. Ancaq bir şey də məlumdur ki, Rövşən Cavadov nədənsə Türkiyənin səfirliyi ilə və xüsusən səfiri ilə və başqa işçiləri ilə çox sıx əlaqədə idi. Altan Karamanoğlu mənə hələ bu hadisələrdən bir ay yarım öncə gəldi. Rövşən Cavadov haqqında məlumat verdi ki, bəs Rövşən Cavadovu siz qəbul edib, ondan danışsanız yaxşı olar, ona biraz qayğı göstərsəniz yaxşı olar. Mən də buna dedim ki, bu öyle bir şey deyil. Rövşən Cavadov nazir mavinidir. Bizim də nazir mavinlərimiz çoxdur. İndi bunun hər birinə mən bir qayğı göstərə bilmənəm. Əgər o nazir mavindirsə, bunun özü də mənim tərəfimdən qayğıdır. Ancaq burada bir problem varsa mən Rövşən Cavadovu
dəvət edərəm. Ondan sonra da bir-iki dəfə Altan Karamanoğlu belə bir təşəbbüsdə bulunmuşdur. Və məlumdur, bilmirəm, bu ola bilər məlumdur, öyle birinci bəlkə mən bunu sizin üçün açım ki, mən Altan Karamanoğlu'nun xahişi ilə söz vermişdim ki, Mart ayının 6'sında Rövşən Cavadovu qəbul edəcəyəm. Ancaq Mart ayının 6'sında mənim imkanım olmadı. Və Mart ayının 8'ində də günün ikinci yarısında mən göstəriş verdim ki, Rövşən Cavadovu dəvət etsinlər mənim yanıma. Ancaq oradan xəbər gəldi ki, o idmanla məşğul olarkən qıçı burxulubdur, gələ bilməz. Sonra Altan Karamanoğlu məndən əlaqəyə girdi. O yəqin ki, maraqlanırdı ki, görüş oldu ya olmadı. Mən ona dedim ki, gəlmədi. Belə bir mənə məlumat gəlibdir. Bir müddətdən sonra telefon etdi, dedi ki, həqiqətən qıçı burxulubdur, gələ bilmir. Ancaq sabah, yəni Mart ayının 9'unda siz onu qəbul etsəniz, o gələ bilər. Ancaq vaxtını müəyyən edin. Mən dedim ki, vaxtı gündüz saat 4'də. Doğrusu baxmayaraq ki, mən Mart ayının 10'unda Kopenhagenə getməliydim. İşlərim də çoxudur. Ancaq bu Altan Karamanoğlu'nun bu təkidlə bunu xahiş etməsi və bəzi mənə gələn məlumatlar belə məndə fikir yaratdı ki, bəlkə də bu zəruridir. Ancaq Mart ayının 9'unda təyin elədiyim vaxt Rövşən Cavadov gəlmədi. Mart ayının 10'da da mən uçdum, getdim Kopenhagenə. Demək istəyirəm ki, Rövşən Cavadov Türkiyənin buradakı olan səfirliyi ilə çox sıx əlaqədəydi. Türkiyə vətəndaşı olan Fərman Dəmirqolun Rövşən Cavadovla tanışlığının kökləri 90-cı illərin əvvəllərindən başlayır. O vaxtlar Fərman Dəmirqol artıq Ali Sovetin yüksək vəzifəli məmuru, yəni Konstitusiya hüququ şöbəsinin müşaviri idi və sonralar o, Tofiq Qasımov, Ensiklopediyanın direktoru İsmail Vəliyev və Rasim Müsəbəyev Strateji Araşdırmalar Mərkəzi təsis etmişlər. Maraqlısı budur ki, Türkiyə vətəndaşı olan Fərman Dəmirqolun təşəbbüsü ilə yaranan bu mərkəz Azərbaycanın xarici stratejiyası məsələləri ilə məşğul olmalı idi. Tabii ki, mən deyirəm də o 91-ci ildən burada əgər məmur kimi işləyirdisə, Rövşən Cavadov da dövlət da kifayət qədər yüksək vəzifə tutan məmurdursa, o hər halda onu tanımamış olmazdı görünür. Amma mənim dediyim odur ki, Strateji Araşdırmalar Mərkəzinə Rövşən Cavadov Dəmirqolun təklifi ilə gəlmişdi. Bundan sonra Fərman Dəmirqolla biz oktyabr hadisələri zamanı AMON-un bazasında rastlaşırıq. Başqa məlumatlara görə Türkiyənin bəzi məmurları ilə Rövşən Cavadovu Fərman Dəmirqol tanış etmişdir. Sözsüz ki, bunların hamısı Dəmirqolun Cavadova olduğu təsiri haqqında danışır. Qayıdaq Mart hadisələrinə. Bu hadisələr zamanı oktyabr hadisələrindən fərqli olaraq Fərman Dəmirqol AMON-un bazasında yox idi. Amma Kənan adlı türk orada idi. Kənan Martın 14'ünde AMON-un ləğvi haqqında qərar oxunandan sonra bazada peyda olundu və portativ Sputnik telefon rabitəsi qurğusunu gətirən məhz o olmuşdu. Sputnik telefon rabitəsi qurğusu 100.000 ABŞ dollarından baha olan bir şeydir və o da dəqiqdir ki, bu qurğu nə AMON-un, nə də şəxsən Rövşən Cavadovun əmlakı deyildi. Mütəxəssislərin dediyinə görə belə qurğular Bakıda çox azdır və əsasən səfirliklərdə yerləşirlər. Onu da qeyd etmək lazımdır ki, hadisələr zamanı Rövşən Cavadov Türkiyə səfiri Altan Karamanoğlu ilə məhz bu telefon vasitəsilə danışırdı. Türkiyə səfirliyinin qapıları jurnalistlər üçün bağlı olmağına, Türkiyə Böyük Elçisinin Mart hadisələrindən sonra Bakını tərk etməyinə baxmayaraq, aynısı müxbirləri demək olar ki, qıfıllı qapıdan müsahibə alır. Bunlarla əlaqədar səfirliyin pres ataşesi olan Turgut Erin bu barədə fikrini öyrənirlər. Türk vətəndaşlarla, yəni konkret olaraq Fərman Dəmirqolun, Əlsalanın, daha sonra Kənanın adının bu hadisələrdə bağlılığı ilə əlaqələndirir. Bu konuda bir açıklama yapacak durumda değilim. Bəs hazırda Fərman Dəmirqol, yəni artıq Türkiyə... Cənab Turgut Erin nə üçün sifətini göstərmədiyinin səbəbini başa düşmək çox çətindir, lakin mümkündür. Beləliklə, Turgut Er, Türkiyə səfirliyinin məmuru tək, rəsmi surətdə Türkiyə dövlətinin bu hadisələrlə əlaqəsinin olmamasını bəyan edir. Amma faktlar çox tərs şeydir. Gördüyünüz bu kadrlar sadəcə olaraq sensasiya adlanır. ANS əməkdaşlarının yüksək peşəkarlıqla lentə aldığı bu səhnə bina aeroportunda açılır. Siz Mart hadisələrindən sonra Fərman Dəmirqolun Türkiyənin xüsusi idarələrinin müşahidə altında xüsusi təyyarə ilə vətənə, yəni Türkiyə yollanmasını görürsünüz.
Bu isə kameramızı sındırmaq istəyən cənab Türkiyə səfirliyinin bir əməkdaşıdır. Sual olunur, bu cənablar heç nə gizlətmək və ya qaçırtmaq istəmirlərsə, bizimlə niyə belə rəftar edirlər? Bizim şərh verməyə hüququmuz çatmır. Lakin bir də Fərman Dəmirqolun Bakıdan qaçırılması səhnəsinə baxmağa nə tamaşaçılara, nə də bizə heç kəs qadağan edə bilməz. Yok. Fərman bəy, sizin AMON-la hansı əlaqəniz oldu? Benim AMON'la hiçbir alakam yok işte. Özü günahkar sayırsınız. Bir dakika. Atmayın onu. Çek. Yox, daha Heydər Əliyev Tamam, çıxışında tamam, deyib bir ki... dakika, tamam. Öyle bizi çekme, bizi de çekiyorsun ya. Çeksin, ne çekerse çeksin. Niyə ki, bizdə demokratiyadır da, indi... Yok bırak gelsin. Ben özüm kaçmamışım, özüm burada. Bir dakika, tamam. Bir dakika, tamam. Beni çek beni. Mən sizi də çəkdim. Çek içeri çek. Yox, axı vətəndaş özünü günahkar hesab eləmir, ona görə. Vatandaş günahkar değilim de özüm. Tamam bırak. O zaman bunu qadağan eder. Demək, ağzınızı yumurlar, hə, güclə. Ya tamam yeter dedik de yeter. Kimdir bu? Bu hiç olmadı. Tamam yeter Aslanım ya. Kurtarın ya. Baksana. Baksana. Avtomobili... Şimdi avtomatiği çeksen ne olur, çekmesen ne olur? Bir söyle. Təəssüflər olsun ki, bunların hamısına görə biz Rövşən Cavadovu itirdik. Lakin yuxarıda sadalanan faktlar kiməsə azlıq edirsə, Azərbaycan Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun sözləri ilə bu mövzunu bağlamaq istəyərdim. Haqqında əgər danışırıqsa biz bu türk vətəndaşlarından, onların türk xüsusi xidmətlərlə, orqanları ilə əlaqəsini mən təsdiq eləyirəm. Bu əlaqəsiz mümkün deyil. Belə bir fəaliyyət. Amma bizdə əsas var deməyə ki, belə bir fəaliyyət var. Bizdə sübutlar var bu fəaliyyətə dair. Mən, məsəl üçün, özüm üçün belə izah eləyirəm ki, bu Türkiyə səfirliyi ki, bu Xalq Cəbhəsinin vaxtında açıldı və komplektləşdirildi, bu fəaliyyətə qoşulanların demək olar ki, hamısı o dövrdən fəaliyyət göstərən adamlardır. Lakin sakit olmaq olmaz. Necə deyərlər, ehtiyat igidin yaraşığıdır. Bugün Azərbaycan balaca, lakin çox zəngin bir ölkədir və xarici kəşfiyyatlarla mübarizəsi işində birinci addımlar və birinci qələbələr qazanır. Onu da unutmaq lazım deyil ki, millətimizin psixologiyasını gözəl bilən başqa dövlətlər də öz xüsusi idarələr vasitəsilə Azərbaycanı yenə köləlik vəziyyətinə salmaq üçün hələ çox zərbələr endirəcək və buna hazır olmaq lazımdır. Yəqin əsas səbəblərdən biri bu Müslümzadə ilə bu Muharib Zavadovun bu Rövşəni yoldan çıxartması, başqa istiqamətlərə də yönəldilməsi. Yəni demək istəyirəm, mən tərəfdən bizim aramızın dəyməsi, dəyməməsi belə bir şey olmuyordu qəti sürətdə. Azərbaycan əskəri Rövşən Cavadovu siyasətin çirkinliyinə batıran sübutlar sırasında öz tarixi yerini tapan Rövşənin atasının Bəxtiyar Cavadovun oğluna yazdığı məktubu da nəzərdən çıxartmaq olmaz. Prezident Əliyevin müşavirədə açıqlayan bu atanın oğluna verdiyi məsləhətlər məktubunda Bəxtiyar müəllimin Rövşəndən heç bir ziyalının, jurnalistlərin Fərman və Tofiq bəylərin sözləri ilə oturub durmamağı, onların təsiri altına düşməməyi tövsiyə etmişdir. Beləliklə, hər şey aydındır. Lakin Tofiq bəyin kim olduğu məlum deyil. Prezidentin dediyinə görə bu məktubda söhbət keçmiş Xarici İşlər Naziri Tofiq Qasımovdan gedir. Sözün düzü, biz də mart ayının 14-də Rövşən Cavadovun evində ondan Qazax Akstafa məsələləri ilə əlaqədar müsahibə götürəndə Tofiq Qasımov onun evində idi.
Bu da maraqlıdır ki, bizə müsahibə verəndə Rövşən Cavadov hətta belə ifadə işlətmişdir ki, mən öz borcumu yerinə yetirdim, Qazaxda sabitlik yaratdım, artıq heç bir şey etmək fikrində deyiləm. Prezidentə də çatdıracağam ki, mən evdə oturmuşam və buradan heç yerə çıxmaq fikrində deyiləm. Amma elə o günün axşamı Rövşən Cavadov AMON-un bazasına yollandı və hadisələr cərəyan etməyə başladı. Rövşən Cavadovla mən mart ayının 14-də görüşmüşəm və görünür müəyyən şübhələri də yaradan əsasən budur. Ona görə mən görüşmüşəm ki, Rövşən Cavadov məni dəvət eləyibdi evinə və o hələlik onda təbii ki, Daxili İşlər Nazirinin müavini idi və o gələn adamlar görür, mən könüllü getməsəm də məni ora apara bilərdilər istənilən variantda. Və mən ora getmişəm, bizim 10-15 dəqiqəlik söhbətimiz olub. Söhbətin məğzunla ibarət olub ki, Rövşən Cavadov məndən xahiş eləyib ki, Ağstafadan seçilmiş millət vəkili kimi, mümkündürsə mən Ağstafaya gedib, orada olan hadisələrlə tanış olub, baş vermiş hadisələrlə tanış olub, gəlib burada öz fikrimi söyləyib. Mən də ona cavab vermişəm ki, mən Milli Məclisin üzvlüyündən gedəndən sonra bir dəfə də olsun öz seçicilərimlə görüşə də getməmişəm, yəni Ağstafaya da getməmişəm. Digər rayonların da bəlkə hamısından mənə dəvət gəlib, amma heç birinə getməmişəm. Ona görə ki, hətta Milli Məclisin üzvləri humanitar yardımla da rayonlara gedəndə iqtidar mütləq burada bir təxribat görür və deyir ki, mütləq orada gedib təxribat edirdilər. Mir Mahmud bəylə, sonra Ədalət bəylə bir neçə dəfə baş vermiş bu hadisələr hamının yadındadır. Ona görə də mən dedim ki, mən oraya gedə bilmərəm. Bu baxımdan mən elə hesab edirəm, əvvəldən də hesab edirdim, indi də elə hesab edirəm ki, o Tofiq adının Tofiq Qasımova heç bir dəxli yoxdur. La belə, mən əslində düzün deyirsənsə, gələ düz deyirsənsə, nə Fərman bəylə onların arasında nə danışıq gelib bilmirəm. Nə də Tofiq ilə. Tofiq ora gəldiyini bilirəm Qasımov Tofiqin əlaqəsi olmasın. Fərmanın da həmçinin. Yəni siz məktubda yazanda Rövşənə Tofiq Qasımov nəzərdə tuturdunuz? Onu nəzərdə tutmuşam. Mən yalan da demirəm. Amma mən Tofiq Qasımov onların nə danışı olduğunu bilmirəm. Amma elə o günün axşamı Rövşən Cavadov AMON-un bazasına yollandı və faciəli hadisələr cərəyan etməyə başladı. Axşamüstü artıq Dövlət Televiziyası ilə AMON-un ləğvi və Rövşən Cavadovu Daxili İşlər Naziri müavini vəzifəsindən azad edilməsi haqqında qərarlar oxundu. Beləliklə, bu addımlardan sonra Rövşən Cavadovun olub-olmayan siyasi prinsipləri və mübarizəsi sona çatdı və bıçaq sümüyə dirəndi. Heç bir şərt yoxdur, şərt bir dənə. Heydər Əliyev Rəsulqul istifa verməlidir, yazıyor, xoşla yazıyor. Bir neçə günə kimi Heydər Əliyev istifa verməsə onu zorla edilir. Yəni zorla, çılaşdır. Biz hakimiyyətə gələcəyik. Dövlət şurası yaratmalıdır. Əraziyəm ki, Vəzirov olsun, Əmrəd Elşibəydən mütəllim oldu, amma Heydər Əliyev. Rövşən Cavadov bu problemi birtəfəlik həll etmək istədi. Lakin oktyabr hadisələrindən fərqli olaraq artıq dövlət də öz gücünə inanırdı və dövlət gücünün AMON gücündən üstün olduğunu dərk edirdi. İki komanda orada iştirak edibdi. Bir 777-nin 120 nəfəri, sən də onları yaxşı tanıyırsan. Bir də 776-nın 96 nəfəri. Və həqiqətən də Naxçıvandan da gəlmişdi. Və onlar da həqiqətən istəyirlər iştirak eləsinlər bu əməliyyatda. Amma şeylə gətirdi ki, onlar bu əməliyyatda iştirak edə bilmədilər. Əməliyyatda iştirak eləməmişlər, amma Bakıda edilər. Bəli. Yəni bunlar o əməliyyatda iştirak eləməkləri baş tutmadı, lazım olmadı. Çünki bu saydığım o iki qrupa bu əməliyyatı özü axıra qədər həyata keçirə bildi. Bunlar həddən artıq yüksək səviyyəli dövlətçilik başa düşən cavan uşaqlardır. Əlbəttə ki, Azərbaycanda belə bir hadisənin baş verməsi, yəni bir 6 ay içərisində ikinci dəfə dövlət çevrilişinə cəhd göstərməsi bizim ümumiyyətcə millətimizin, xalqımızın mentalitetini müəyyən qədər hörmətsizliyini göstərir. Yəni bu xalq nə cür xalqdır ki, bu indi qanunu seçilmiş, hüquqi dövlətini qorumaq əvəzinə buna sui-qəsd edir. Amma eyni zamanda həm oktyabr hadisələrindəki bizim hərəkətlərimiz və bunun qarşısının alınması, mən bilirəm, mən ondan sonra xarici ölkələrdə oldum, bizim oktyabr hadisələrindəki bu Prezident sarayının önündə olan miting, ondan sonra Azadlıq meydanında olan miting, elə sizin deyəsən çəkilişləriniz vasitəsilə dünya televiziyasına yayılmışdı. CNN kimi böyük başqa televiziyalar vermişdilər. Harada mən görürdüm, onlar hər yerdə mənə deyirdilər ki,
Biz heyran olduq sizin məharətinizə, sizin cəsarətinizə, sizin bu işlərdə təcrübənizə. Yəni o hadisələr Azərbaycanın dövlətinin o hörmətini çox qaldırdı. Artıq bu dəfə dövlətin qətiyyətini, gücünü dərk edən amonçular arasında alternativ fikirlər və fikirləşənlər nəzərə çarpacaq surətdə peyda olmağa başladı. Lakin bu siqnallar Rövşənin ətrafında olanları dayandırmırdı ya da dayandırmamalı idi. O Faiq Baxşəliyevin qüvvəsini orada deməli izolyasiya elədilər hərbiçilər. Onu Bərdədən çıxmağa qoymadılar. Amma o sözsüz ki, silah, sursat, hamısını doldurmuşdu avtobuslara bura gəlmək istəyirdi. O biri söylədiyim hərbi hissədən ancaq heç bir hərəkət olmamışdı. Ola bilər o qüvvələrə Rövşən Cavadov ümid edilmiş. Lakin bu məlumatlar haqqında AMON rəhbərləri bixəbər idi. Hətta Qazaxda və Akstafada Elçin Əmir Aslanovun dəstəsi dövlət qoşunları tərəfindən faktiki ləğv edilməsi haqqındakı xəbəri Rövşən Cavadova ANS-in müxbirləri çatdırmışdı. Bəlkə də AMONçulara qüvvət verən, onların hərbi ruhunu qalxızan faktorlardan biri də ölkədə gedən prosesləri haqqında obyektiv informasiyanın olmaması idi. Artıq bu məlumatlar AMON-a çatanda prosesin müvəffəqiyyətsizliyinə inananların sayı daha da çoxaldı. Martın 16-sında günün ikinci yarısı öz evini qoyub AMON bazasına Rövşən Cavadovun qardaşı, keçmiş Bakı şəhər Xatay rayonunun prokuroru Mahir Cavadov gəlir. Qayıtdım deyir, mən bildim ki, məndən əl çəkməyəcək, bu cəmaat narahat olacaq, filan eləyəcək. Yoldaşı ilə uşağı göndərir də xalas evinə, yaxındadır nisbətən. Deyir də mən də çıxdım, gəldim AMON-a ki, mənim təhlükəsizliyim təmin etsin. Ən maraqlısı odur ki, Mahir Cavadov AMON bazasına gələndən sonra şəhər polisi daxili qoşunlarla birlikdə Mahirin evini tam blokadaya götürüb artıq onu həbs etmək məqsədi ilə hücuma başlamağa hazırlaşırdılar. Sözsüz ki, bu boş evə hücum baş versəydi, ölüm itim olmalıydı, kiminsə burnu qanamalıydı. Lakin ANS Çiyem radiosu Mahir Cavadovun AMON bazasında yerləşməsi məlumatını efirə verəndən sonra müasirə qansız qadasız yığışdırıldı. Yəqin ki, bu məlumat jurnalistlər bu hadisələrdə hər ölən adama görə məsuliyyət daşıyır deyə Milli Təhlükəsizlik Nazirinə maraqlı olardı. Doğrudan da bu hadisələrdə ölən hər bir adama görə bu hadisələr zamanı öz borcunu yerinə yetirən hər bir şəxsin boynuna düşür. Günahsız ancaq o günlər fəaliyyətsiz olanlardılar. Lakin qayıdaq hadisələrin ardıcıllığına. Rövşən Cavadovun yaxınları, dost tanışı onu bu siyasi oyunda silah kimi işlədilməsini görəndə onu xilas etməyə, cəhd etməyə başladılar. Ki onda vaxtdakı belədir. Sizin burada qalmanız da təhlükəlidir deyirsə belədir. İki qardaş, siz də çıxın gedin xarici. Gedin xaricdən Mahir dedi ki, ailəni burada tutulayaq sənin üstünə. Vətənimiz də burada qalsın, biz qaçıb gedək xarici. Hələ Qarabağ məsələsi həll edilməyib. Sabah bəlkə orada müharibə düşəndə deyicilər bu qıllar qaçıblar xarici. Mən bunu eləyə bilmərik. Xaricə gedə bilmərik. Dedim, xaricə gedə bilmərsiniz, indi onda ikinci bir təklif verdim. Dedim, onda daha siz indi vaxtdakı qorxursunuz, sağlamlığınızı təmin etməkdən ötərin, səfirliklərə müraciət etmək lazımdır. Səfirliyin birisi də sığınacaq versin. Səfirliyin birisi də sığınacaq versin. Buna razılaşdılar ikisi də. Gecə də Mahir oturubdur, 3 səfirliyə ərizə yazıbdır. Düzdür, RSFSR-inki mən özüm vermədim, amma Zadinkin göndərdim verdilər güya, Amerikanınkin. Amma Zadinkin mən öz əlimlə aparıb vermişəm. Karamanoğlu'nun özünə vermişəm mən. Getmişəm, Karamanoğlu məni qəbul eləyibdir. Demişəm, belə deyib ki, mən buna sığınacaq hüququn gərək dövlət verə, Türkiyə verə. Nazir Usubova zəng elədim. Salamdan zaten özdə o nömrəni özüm özəli ilə yazıb veribdir. Dedim ki, bəs yaxşı, sən əmr də vermişsən, ləğv eləmişsən. Hələ sən bir adam gedib onunla danışıq da aparmamısan onlarla. Sən niyə gedib təhvil götürmüsən, şey eləmişsən, adamların niyə getməyib ora? Getməmişdi qətiyyən, 16-sındadır mənim söhbətimdə. Dedi ki, mənim adamlarım oraya getməyə qorxur. Onu dediyi söz deyirəm mən. Dedim, bəs sən nə nazirsən ki? Sən özün danışıq elə, yəkim eləsin, nədən qorxur ki? O da sənin üçündür, bunlar da sənin üçün. Nədən qorxurlar axı? Mən dedim ki, Bəxtiyar müəllim, yaxşı, sabahları mən adamlarımı göndərərəm, orada təhvil təslim işi aparırlar. Yəni silahlar təhvil verirlər. Və buna da inandığımdan açığı biz
Daxili İşlər orqanlarının əməkdaşları həmin gecə heç bir xüsusi bir hərəkət etmək də fikrində deyil idi. Yəni onların tərk-silah olunması üçün heç bir hərəkət etmək fikrində deyil idi. Yeganə əlbəttə belə bir ehtimal vardı ki, onlar hücum edə bilərlər. Ona görə də bu profilaktik tədbirlər, yəni xüsusi obyektlərin qorunmasının gücləndirilməsi tədbirlərini biz görmüşdük. Bu zaman AMON-un bazasında tamamilə dəxli olmayan adamlar, silahlı adamlar daxil olmağa başladılar. Bunun təhlükəsini dərk edən AMON komandirləri artıq vəziyyəti nəzarət altından buraxmışdılar və bunu dərk edən Rövşən Cavadov prosesin qarşısını almaq fikrinə düşür. Bu məqsədlə martın 16-sı gecə prezidentin yanına elçilər göndərilir. Mənə dedilər ki, bu AMON-un komandiri Nizami Şahmuradov və onun müavini Cəfərov gəliblər aparatdadılar. 1-2 saatı da bizim aparatdaydılar və çox istəyirlər ki, mən onları qəbul edim. Mən hesab etdim ki, indi bunları da qəbul etsəm, bəlkə bu da xeyir verər. Mən axşam saat təxminən belə 10 radələrində ola bilər, onun yarısı idi, nə idi? Bunları qəbul etdim. Nizami Şahmuradov və Cəfərov. Saat yarım danışdım. Bunlara hər şeyi başa saldım. İmkan dairəsində. Doğru da bunlar çox cəhd etdilər ki, siz bir təhər eləyin ki, AMON adı qalsın, nə bilim, bir başqa bir dəstə, heç olmasa 100 nəfərdən ibarət falan. Mən dedim, bilirsiniz, mən nazirin əmrini ləğv edə bilmənəm. Ancaq əgər çox belə siz təkid edirsinizsə, bilin ki, sizin hər birinizə bundan da yaxşı iş veriləcəkdir. Əgər istəyirsinizsə, siz bir qrup kimi bir yerdə işləyəsiniz. Buna da mən baxa bilərəm. Yəni, bu addımı da mən atdım. Buna da mən baxa bilərəm. Ona görə mən təklif elədim, gedin bu işləri görün. Bu tədbirləri görəndən sonra məndə müəyyən qədər rahatlıq əmələ gəldi. Prezidentin sakitləşməyi AMONçuların sabah hər şeyin qurtaracağı inamı ilə müşahidə olunurdu. Artıq prezident tərəfindən fərman ilə əfv olunan AMONçuların bir qismi silahları təhvil vermək istəyir və verir, o birisiləri isə hələ də oyunun sona çatmasına inana bilmirlər. AMON komandiri Nizami Şahmuradov öz müavini ilə prezidentin yanından şad xəbərlə qayıdandan sonra artıq bazadakılar vəziyyətin oktyabr ssenarisi ilə getdiyinə inanır və onların arasında hətta bu dəfə prezident kimi istifaya yollayacaq suallar yaranır. Bu da belədir ki, siyasi oyunlar gedir, demədim kimin arasında. İndi prezident də güya deyir ki, bu işlərdən xəbəri yoxdur, bunu da anladıqlar, düz söyləməyiblər. Özü həqiqətən də o məlumatlar düz demirlər bunlara. Demək, kimə necə sərfəlsə elə çatdırır. Hər şey ola bilər, ancaq hər halda ümid edirik ki, yəni o dərəcədə alçalmazlar o insanlar. Və təxribat da olsa hamısına cavab verəcəklər, onsuz da cavab verəcəklər hər hərəkətlərinə görə. Bu da olsa, bir insan pisliyi də özünə eləyir, yaxşılığı da. Hər bir insan da elədiyi işə görə cavab verməlidir, yəni. Mən belə düşündüm ki, fərman dedilər, mən fərman imzaladım. Atası dedilər, gedibdi, danışıbdı, qayıdıb gəlib, mənə xəbər verdilər qohumlarından. Bu komandirin və komandirin müavini ilə bir saat yarım danışdım. Mən belə güman etdim ki, bunlar təsir edibdir və bunlar da mənə çox inandırdılar ki, bəli, biz sabahları bunu edərik. Ona görə bu gecə mən əvvəlkilərə nisbətən rahat idim. Mən adətən onsuz da gec işləyirəm. Saat belə 2-nin yarısı idi. Belə 2-yə biraz qalırdı. Mən çıxdım, getdim evə. Bu andan sonra hadisələrin gedişini normal fəaliyyətdə olan beyin başa düşə bilməz. Bütün razılıqların, anlaşılmaların əldə olduğu bir şəraitdə gecə atışma başlandı. Azərbaycanlı Azərbaycanlıların öldürməyə başladı. Axı bütün razılaşmaların əldə edilən bir şəraitdə atışma nəyə görə başladı? Ancaq bu gecə mən biraz rahat oldum, getdim. Elə hazırlaşırdım ki, bir balaca yuxuluyum, çox yorğunudum. Mənə xəbər verdilər ki, atəş, saat 2-dən biraz keçmişdi. Belə 10-15 dəqiqə keçmişdi. Dedilər ki, atəş başlayıb orada. Tez buraya döndüm. Ondan sonra da daimi burada olmuşam, iş yerində olmuşam. Məlumatı mənə verirdi Müdafiə Naziri. Səfər Əbiyev. Əsas məlumatlar mən ondan alırdım.
ağır dəqiqələrdə, yəni AMON-un bazasının üstündə artıq ağ bayraq qalxandan sonra əsas məsələ atəşi dayandırmaq idi. Lakin nə o tərəf, nə bu tərəf atəşi dayandıra bilmirdi. Nəyə görə? Üçüncü qüvvə mi var idi? Mənə elə gəlir ki, bu məsələ hələ çox vaxt müəyyən olunmayacaq. Lakin müxtəlif səviyyələrdə gedən söz-söhbətlərə Azərbaycanda mövcud olan 50-dən çox partiyaların bu hadisələrdən narahat olub, özünün narahatlığını lazımsız mübahisələrdə bastırıb, millətin əksəriyyətinin sakit yatan vaxt Azərbaycanlını öldürürdü, gülləliyirdi. Bir sözlə onunla bir torpaqda yaşamaq istəmirdi. Bir də baxın, bu Azərbaycanın balasıdır və onu Azərbaycan balası öldürüb. Səhər neçədən başlamısınız? Gece saat 3'e. Neçə? 3. Gecə 3-də? Ümumiyyətlə vəziyyət necədir? Ümumiyyətlə vəziyyət belədir də. Belə ki, ruhdan düşməmişik. Nə qədər lazımdır, qanımızdan keçməyə hazırıq. O birisi tərəfdə də Azərbaycanlıların olmağı sizi narahat eləmir ki? Narahat. O da öz qardaşlarımızdır. Nə qədər baxmayaraq yola amanırlar. Bizi gətiriblər, əmr verirlər. Gətirib tökürlər bizi bura. Sizcə siz əmri yerinə yetirə biləcəksiniz? Əmrə tabe olmalıyıq. Doğrudan da artıq səhərə yaxın hər iki tərəf bu qardaş qırğınından yorulub məsələnin sonunu gözləyirdi. Bu zaman biz döyüş meydanını bir kadrda əks etdirmək üçün 5 mərtəbə binanın damına qalxırıq. Çəkiliş zamanı AMON bazasında nəsə görünürmü marağı ilə təsviri yaxınlaşdırıb və birdən bazanın damında ağ bayrağın dalğalanmasını görürük. Başqa hissələrlə rabitəsi olmayan belə milli ordunun əskərlərinə bu barədə də məlumatı biz çatdırırıq. O tərəfə də deyil atmasınlar. O izlədə deyil atmasınlar. Saat 9:04. Ateşi sakla! Beton aşısın. O tərəfdən çıxartılır. 100% buradan məktəb. Orada. Səhər saat 8 radələrində Türkiyənin səfiri Altan Karamanoğlu mənə ilk dəfə telefon etdi ki, bəs Rövşən bəy telefon edir, deyir ki, biz artıq atəşi dayandırmağa hazırıq, silahları təslim etməyə hazırıq. Mən xahiş edirəm, atəş o tərəfdən dayansın. Mən ona təklif etdim ki, belə olan surətdə onlar ağ bayraq qaldırsınlar. 10 dəqiqə keçəndən sonra Altan Karamanoğlu bir də mənə telefon etdi ki, bəs Rövşən bəy deyir ki, bizim ağ bayrağımız yoxdur, ne edək? Mən dedim, bu bayrağı orada tapmaq çətin bir şey deyil. Bir mələfəni tapıb götürüb ağaca taxıb qaldırmaq lazımdır. Ancaq bunu təcil etmək lazımdır. Və mən də dərhal göstəriş verdim bizim Müdafiə Nazirliyinə ki, siz müşahidə edin, ağ bayraq qalxan kimi ateşi dayandırın. Bayrağın qaldırılmasına baxmayaraq atışma dayanmırdı və bu ola bilər ki, prosesin dayanmamağını istəyən qüvvələrin əməlləri idi ya da sadəcə olaraq məlumatsızlığın və rabitəsizliyin nəticəsi idi. Elə şayələrin yaranmasında da günahkar elə bu iki amil idir. Sonralar həqiqətə çevrilən şayələrdən biri Röyter TV-nin müxbiri Adil Bunyatovun, o birisi isə Rövşən Cavadovun ölümü idi. Ondan sonra görür ki, arası kəsilmədən də bura hücum edilir, da burada qalmaq faydalı deyil də ümumiyyətlə. Çıxıb, demək, Mahir belə gedibdi, belə bu istiqamətə. Rövşən isə əks istiqamətə. Məsələn, o AMON-un özü də aradan bəlkə də 2 saat keçibdi, 1 saatdan da çox keçibdi. Mahir çıxıb gedəndən azı 1 saat, 2 saat belə. Rövşən ondan sonra çıxıbdı oradan. Çıxıb aşıbdır o bir üzə bardan aşanda rast gəlibdir elə bunların birinci postuna hərbiyəlilərin. Atmayıblar onlar bunu, bu da onları atmayıb. İkinciyə keçib o da atmayıbdır. Onlar da piyada AMON uşaqları da yanında. Biri şoförüdür, üçü də AMON uşaqlarıdır. Keçibsə də biraz gedəndə bunu atıblar. Axı necə ola bilər ki, 3 mühafizəçinin arasında güllə məhz Rövşən Cavadova dəydi? 2 versiya var. Birisi atəş açan ancaq Rövşən Cavadova tuşlamışdı və ikincisi bu hadisə sadəcə olaraq təsadüf idi.
Lakin güllə yerləri və yaraların xarakteri ondan danışır ki, Rövşən Cavadova atəş iki istiqamətdən açılıb və öldürməmək, yəni həbsə almaq məqsədi ilə qəsdən ayaqlarına yönəldilmişdir. Bundan sonra elə həmin mühafizəçilər Rövşəni Daxili İşlər Nazirliyinin qospitalına aparırlar. Təqribən 2 saatdan sonra da mən, orada olandan 2 saatdan sonra məni buraxdılar Rövşənin yanına. Ötdüm, gördüm, ölmüşdü ölməyini, amma da onun qoyulan palatanı belə açanda gördüm, hamısı qandı. Demək, o qanın azı, mən deyərəm, bəlkə də 20-25%, bəlkə də çox orada axıb. Buna heç bir tibbi yardım edilməyib. Heç nə bir iğnə vurulub, nə bu zat. Özü də bunun qılçasının burasında da jigut var, nötər olsa özü də bunu yuxarıdan vursa qan axmanı kəsə bilərdi. Qayda qanunun. İndi buna güllə dəyibsə, buna psixoloji təsir də olubdur. Da indi eləməyiblər. Heç bir müalicə tədbiri görmür, heç bir. Bizim məlumatımıza görə Rövşən Cavadov artıq qospitala gətiriləndə rəhmətə getmişdir. Maşının içində keçirilən və xəstələrin qəbul kitabında yazılan məlumatda yazılır ki, 17 mart 1995-ci il səhər saat 9:10-da maşının içində yoxlanılma aparılan zaman Rövşən Cavadovun dəri və görünən sərikli qişalar avazımış və göyərmiş, əl ilə yoxladıqda dəri soyuqdur. Arterial təzyiqi sıfıra bərabərdir. Nəbzi magistral və periferiya arteriyalarda qeyd edilmir. Göz bəbəklərinin işığa qarşı reaksiyası yoxdur. Qasıq və sağ baldır nahiyələrində geniş qanaxma vardır. Ölüm halı qeyd edilmişdir. İmza qospitalın qəbul şöbəsinin rəisi Toğrul Mustafayev. Artıq rövşənsizlik şəraitində atışma da dayanır, AMON bazasında yerləşənlər də həbs olunur və hər şey sabitləşməyə başlayır. Və bu sabitlik Milli Ordunun bəzi nümayəndələri tərəfindən 20 dəqiqəlik Azərbaycan səması ilə atışması, yəni göyə qalan güllələrin buraxılışı və xırda qarət əməliyyatları ilə müşahidə olunurdu. Və yəqin ki, burada qeyri-adi bir şey yoxdur. Hər hadisələrdə olduğu kimi, başlanğıcda nəhəng problemlər, sonunda isə xırda səhnələr durur. Bu verilişə baxanlarda elə fikir yarana bilər ki, bu hadisələrin sonu yoxdur. Ola bilər ki, bu yalnız fikirdir. O da ola bilər ki, Azərbaycanı belə hadisələr hələ də gözləyir. Birinci növbədə mən söyləyim ki, Azərbaycan xalqının taleyi necə olacaqdı? Azərbaycan xalqını əgər bu qiyam baş tutsaydı, böyük fəlakətlər gözləyirdi. Çox böyük fəlakətlər. Ona görə bu qiyam baş versəydi, baş tutsaydı, bu Azərbaycanda dəhşətli bir vətəndaş müharibəsi başlayacaqdı. Yəni, bu böyük bir fəlakətə gətirib çıxardacaqdı. Və nəticəsində sözsüz ki, bu AMONu məhv edəcəkdilər. Azərbaycan xalqı özü bu adamların taleyinə düzgün yanaşsın. Azərbaycan xalqı özü ümumiyyət etibarilə ağı qaradan seçə bilsin. Günahını etiraf edən, boynuna alan və peşmançılıq edən adam həmişə ona güzəşt olunmalıdır. O Aponçu silahlı dəstələrinin etdiyi cinayət deyil. Yenə də deyirəm, bu Azərbaycanı kökündən vurmaq, dağıtmaq üçün hazırlanmış və həyata keçirilmiş böyük bir siyasi cinayətdir. Məni şəxsən bir siyasi xadim kimi dövlət başçısı maraqlandıran, bax, bunun bu tərəfidir, bunun kökləridir. Bunu istiqamətləndirəcən qüvvələrdir. Onları bu cinayət yoluna sövq etdirən, onları bu yola salan qüvvələrdir. Beləliklə, bu qanlı faciə də sona çatdı və Azərbaycanın tarixinə dövlətin qüvvəti və özünü müdafiə qabiliyyəti tək yazıldı. Biz bu verilişi hazırlayaraq heç kimi və heç nəyi unutmamağa çalışdıq. Siz bunu bacaracaqsınızmı? Vahid Naxır sizinlə idi.